Baxın, həyat koçu olaraq bu qədər insanla ünsiyyətdə Bəli. olursunuz. Ən qlobal nədir bizdə problem? Ən çox rastlaşdığınız, üzləşdiyiniz hansı mövzudur? Mövzular çoxdur, Yəni amma ən axsayan çox tərəf nədir? hər şeyi bildiyimizi zənn eləməyimiz. Baxın, bu gün biz informasiyanın o qədər pik nöqtəsində yaşayırıq ki, sosial şəbəkələrdə bizim telefonumuzun ekranı 10-12 santimdir. O 10-12 santimdə təsəvvür eləyin, yerə uzananda, boş qalanda, yemək yeyəndə, yuxarı qaldırırsan sosial şəbəkələrdə bir cümlə beynivə informasiya olaraq girir. Sən informasiyanın bildiyini zənn eləyirsən, amma onun altı boşdur. Bu gün mənim ən böyük çəkdiyim sıxıntılardan biri bir insana bir cümlə deyəndə hə bilirəm deməsidir. Tamam, bilirsənsə o zaman sən bunu mənə izah elə deyəndə durub donub üzünə baxır. Bizim əgər o bayaq dediyim 4-cü cümlə ki, bilmirəm, bilməyə də açığam, yəni bilmək istəyirəm. Yəni bir insan bilmədiyini bilirsə, nə möhtəşəm. Bir insan bilmədiyini bilmirsə, bu çox təhlükə yaradır.